2026 yeni başlanğıclar ilidir. Bir rəqəmi numerologiyada yeni dövr, yeni enerji, başlanğıclar, sıfırdan qurmaq, liderlik, cəsarət, addım atmaq enerjisini bildirir. Ona görə də 2026 kollektiv olaraq çox insanın köçdüyü, ev alan, evlənən, iş dəyişən, sıfırdan başlayan, həyatda dönüş nöqtəsi yaşayan, tək qalanın sevgiyə qovuşduğu tam yenilənmə ilidir. 2026 şəxsi ilini hesablayıram fərdi şəkildə, çünki hamıda fərqli olur. 2026 illik xəritə analizi nədir? 2026-cı il sadəcə təqvim dəyişimi deyil, enerji xəritəsinin tam yenilənməsidir. Hər kəsin doğum tarixinə görə 2026-cı ildə aktivləşən şəxsi xəritəsi olur və həmin xəritədə sevgi, pul, iş, ev, köç, şans, ailə, münasibətlər kimi sahələrin necə dəyişəcəyini göstərir. 2026-cı ildə sənin ümumi enerjin nə olacaq? İl sənə hansı enerjini gətirəcək? Uğur ili, dəyişiklik ili, köç hərəkət ili, ailə ili, pul straşı ili. İnsan bir il ərzində 9 enerjidən birini yaşayır. Bu enerji ilin ritmini və nəyi tez çəkəcəyini göstərir. 2026 üçün 12 aylıq xəritə verilir. Analizdə hər ay üçün belə məlumatlar olur. Aylıq enerji, aylıq şans, aylıq çətinlik, aylıq tövsiyə, aylıq niyyət. İnsana il boyu yol xəritəsi verilir. Bu xəritənin faydası nədir? Öncədən nə gələcəyini bilirsən, qarşında nə var? Sevgi, pul, şans, köç, hamısı aydın olur. Yanlış qərarları azaldır. Enerji düşən aylarda ehtiyatlı olursan, şans aylarında hərəkət edirsən, sevgi, iş, pul, nə varsa şansın açıldığı ayda addım atırsan. Özünü daha yaxşı tanıyırsan, istədiyin arzuna doğru zamanını çağırırsan. Hər arzu hər ay tutulmur. Xəritə bunu göstərir. Hansı arzu hansı ayda tutulur, hansı ayda niyyət edilir, onu göstərir. Həyatında nizam yaranır. Bu xəritə kimlər üçündür? Yeni ildən nə gözlədiyini bilmək istəyən, enerjisinin necə dəyişəcəyini görmək istəyən, sevgi, pul sahəsində aydınlıq axtaran, köç, uğur, hədəf planlayan. Bir sözlə 2026 sənin ilin ola bilər. Sadəcə enerjini düzgün oxumaq lazımdır. Bu analiz isə tam olaraq onu edir. Sən də 2026-ya ən güclü şəkildə daxil olmaq üçün yol xəritəni yarada bilərsən.